Bugün güvəndə bəzi testlərin izahına baxacağıq. Litosfer bölməsinə aid 123 nömrəli sualda deyir ki, cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. 1. Mantia əsasən ərimiş, lakin yüksək təzyiq sahəsində kipləşmiş maddədən ibarətdir. Bəli, tamamilə düzdür. Normalda burada çox yüksək temperaturlar olmasına baxmayaraq, sıxlıq çox olduğu üçün adətən bərk halda olurlar. Yəni fikir düzdür, qabağında da doğru yazılıb, burada heç bir problem yoxdur. Biz də plus qoyuruq. Təbiətdə ən çox yayılmış maqmatik suxurlar qranit və bazaltdır. Bu da ən doğrusu. Zaten yer qabığının qatlarından ikisi ilə qranit və bazaltdır. Yəni daha çox yayılıblar. Qabağında da doğru yazılıb. Ona görə fikir yenə doğru olacaq. Yerin geoloji inkişafının ilkin mərhələsində onun səthi su ilə örtülmüş, quru sahəsi çox kiçik olmuşdur. Məsələn, ilk dəfə biz deyirik ki, Pantalas okeanı yaranması ilə planetar inkişaf bitib, geoloji inkişaf. Yəni birinci Pantalas okeanı yarandı. Buna görə deyirik ki, daha əsasən su səthinin sahəsi daha geniş olur ilk o yarandığı üçün. Burada eynəyli bu fikir yazılıb. Fəqət qabağında yanlış yazılıb. Ona görə də bu test səhvdir. Litosfer havaların hərəkəti nəticəsində Lavrasiya və Gondvana birləşərək Pangea materiki. Bu da əslində tərsinə olmalıdır. Pangea parçalanaraq Lavrasiya və Gondvanaya bölünür. Yanlışdır. Qabağında da yanlış yazılıb. Buna görə problem yoxdur. Ümumilikdə düzdür. Hindistan və Ərəbistan yarımadaları geoloji keçmişdə qədim Gondvanaya daxil olublar. Bu fikir də deməli düzgündür. Çünki Gondvanadan qopublar, gedib Avrasiya materiki ilə toqquşmuşlar. Doğru yazılıb, ona görə də problem yoxdur. Bu fikir də doğrudur. Ona görə də plus qoyuruq. Burada da cavab olacaq C variantı. Sonra, deməli 124 nömrəli testə baxacağıq. Mətndə bəhsi keçən materik ilə bağlı cədvəldəki uyğunsuzluğu müəyyən edin. Cənub yarımkürəsinin bu materiki əsasən qütb qismən də mülayim işıqlama qurşaqlarında yerləşir. Burada qütb gecə gündüzləri müşahidə olunur. Materik 3 okeanla əhatə olunur. Əlbəttə sözü gedən materik Antarktida olacaq. Çünki Cənub yarımkürəsində yerləşən və qütb gündüzlərinin və yaxud da gecələrinin müşahidə olduğu materik zaten Antarktidadır. İndi isə ona aid olan fikirlərə baxacağıq. Bütün saat qurşaqlarında yerləşir. Məsələn, bu düzdür. Çünki bütün meridianlar onu kəsdiyi üçün avtomatik bütün saat qurşaqlarında yerləşir. Fikir düzdür, qabağında da düz yazılıb. 3 yarımkürədə yerləşir. Bəli, həm şərq, həm qərb, həm də cənub yarımkürəsində yerləşir. Şimalda yerləşmir, 3 yarımkürə olacaq. Fikir düz, qabağında da doğru yazılıb. Xəritələrin tərtibi zamanı silindrik kartografik proyeksiyalardan istifadə etmək daha məqsədə uyğundur. Məsələn, bu fikir yanlışdır. Niyə yanlışdır? Çünki qütbə yaxın əraziləri biz silindrik proyeksiyalarla tərtib etmirik. Etmək mümkün deyil. Çünki burada ekvatora ətrafı ərazilər daha az tərifə məruz qalır. Qütbə ətrafı ərazilərdə tərif çox olur. Fikir yanlışdır, amma qabağında da yanlış yazıldığı üçün problem yoxdur. Bunu da plus qoyacağıq. Geoloji keçmişdə qədim Lavrasiya qurusuna aid olub. Bu yanlışdır, çünki cənubda yerləşən materiklər əsasən Gondvana qurusunun tərkibidir. Qabağında da yanlış yazıldığı üçün problem deyil, düzdür. Sahəsinə görə ən kiçik materik hesab olunur. Bu yanlışdır. Sahəsinə görə ən kiçik materik Avstraliyada. Qabağında doğru yazılıb. Bu səhv cavab olacaq. E variantı. 125 nömrəli test. Fərqli və oxşar cəhətləri Eyler-Beyin diaqramının köməyi ilə müəyyən edir. San Pedro vulkanı hansı ki Cənubi Amerika materikində yerləşir. Bir də Eyjafjallajökull vulkanı, bu da İslandiya adasında yerləşir. Divergin sərhəddə yerləşir. Bu Eyjafjallajökull vulkanına aiddir. Çünki İslandiya adasında yerləşir. İslandiya adasında bildiyimiz kimi divergin sərhəd olduğu üçün birinci fikir bura gedəcək. Ondan sonra qərb yarımkürəsinin vulkanıdır. İkisi də qərb yarımkürəsində yerləşir. İslandiyada, Cənubi Amerikada qərb yarımkürəsi olduğu üçün ikinci fikri biz burada yazacağıq. Daha sonra subduksiya zonasında yerləşir. Subduksiya zonası dedikdə materik və okean tipli havanın toqquşması nəticəsində okean havasına materik havasının altına kömürməsi nəzərdə tutulur. Bu da əlbəttə San Pedro olacaq. Cənubi Amerikada Andaqlarında yerləşdirir. Yəni üçüncü fikri biz burada qeyd edirik. Sonra okean tipli yer qabığında yerləşir. Okean tipli yer qabığında yerləşən Eyjafjallajökull vulkanı olacaq. Çünki İslandiya adası okean tipli yer qabığı. Ümumiyyətcə vulkanik və mərcan mənşəli adaların okean tipli yer qabığı olur. Materik tipli yer qabığına sadəcə materik tip mənşəli adalar və materiklər aid olacaq. Yəni dördüncü fikirdə aid olacaq 2-yə. 3, 1, 4 və 2 düzgün cavab olacaq. D variantı. Doğru olmayan fikri müəyyən edin. Platformanın nisbətən yuxarı qalxmış sahələrində üst çökmə qat nazikdir və burada kristallik bünövrə yer səthinə çıxır. Bu tamamilə düzdür, çünki qalxanlarda biz deyirik ki, kristallik bünövrə səthə çıxır. Platformanın çökən hissəsində isə qalın çökmə suxur qatı əmələ gəlir. Bu düzdür. Müasir geosinklinallarda faal vulkanik adalar göstərir, ensiz dərin nollar, qırışıq dağlar. Burada sözü gedən deməli formalar hamısı litosfer havalarının sərhədlərində əmələ gəlir və sərhədlərdə bildiyiniz geosinklinallardır. Buna görə də bu fikir düzdür.
Qafqaz dağları cavan dağlar olub geosinklinal inkişafının son mərhələsidir. Bu fikir artıq yanlışdır. Niyə? Çünki geosinklinalın inkişafının son mərhələsi platformadır. Qafqaz isə cavan dağdır. Cavan dağlar geosinklinal inkişafın 3-cü mərhələsində olur. Ona görə də səhv fikir bu olduğu üçün C variantını götürəcəyik. Yerin geoloji inkişafı boyunca dəniz və quru mərhələlər və transgressiya və regressiya, yəni okean tipli litosfer tavalarının materik tipli litosfer tavalarının altta batma prosesi subduksiya zonaları adlanır. Bu da tamamilə düz bir fikirdir. Ya bununla işimiz yoxdur. Cavab C variantıdır. Cədvəldəki uyğunluğu müəyyən edin. Yerin nüvəsi əsasən dəmir və nikeldən təşkil olunmuşdur. Düzdür. Dəmir, nikel və həmçinin də radioaktiv maddələrdən təşkil olunur. Fikir düz, qabağında yanlış yazılıb. Deməli bu səhvdir. Təbiətdə ən çox yanmış maqmatik suxurlar daşkömür və əhəngdaşıdır. Fikir yanlışdır. Niyə? Çünki daşkömür və əhəngdaşı çökmə mənşəli suxurdur, maqmatik suxur deyil. Yanlış fikrin qabağına doğru yazılıb. Bu da səhvdir. Mantiyanın qalınlığı yer qabığının qalınlığından daha çoxdur. Fikir düzdür. Ümumiyyətlə üçü arasında ən incəsi elə yer qabığıdır. Fikir düzdür, qabağında yanlış yazılıb, götürməyəcəyik. Litosfer tavalarının hərəkəti nəticəsində Pangeya, Lavrasiya və Gondwana materiklərinə parçalanmışdır. Bəli, bu fikir düzdür, amma yenə qabağında yanlış yazılıb. Hindistan və Ərəbistan yarımadaları geoloji keçmişdə qədim Gondwana qurusuna aid olublar. Fikir düzdür. Sonradan gedib Avrasiya ilə toqquşublar. Qabağında doğru yazıldığı üçün bizim cavabımız olacaq E variantı.